meydani necə deyirlər, koordinasyon, meydani fəaliyyətlər və ciddi labiçilik hərəkətləri lazımdır ki, bu məsələ ilə bağlı tədbir alına bilsin. Hər iki konuda da bizim çalışmalarımız var. Mən indi istəmirəm buradan o mövzuları açam. Yeri gələndə, saatı gələndə təbii ki, biz bunu millətimizlə paylaşacağıq və danışacağıq. Amma istər meydani fəaliyyətlər olsun, istər labiçilik fəaliyyətləri olsun, bizim əlimizdən gəldiyi qədər öz təşkilatımızın adına danışıram, dirəniş təşkilatı olaraq fəaliyyətlərimizi aparırıq. Təbii ki, digər təşkilatlarımızla da, bizə yaxın əməkdaşlıq olan təşkilatlarımızla da istişarə içərisindəyik biz. Ben teşekkür ederim değerli Məcid Bey. Demək olar zamanımız da az qalır. 5 dəqiqə, 4 dəqiqə zamanımız vardı. Bilmirəm, sizcə önəmli məsələ indi nə ola bilər? Bu ancaq ona görə də bir toxuna bilək, danışa bilək. Ancaq bildiyiniz kimi İranın da Süpa Pasaranın sözçüsü bir bəyaniyyə verdi İsrailə ki, tez oranı ötürün gedin, mən vuracağım, elə eləyəcəm. İsrail də dünən bir bəyaniyyə verdi ki, biz həftələr bu çəkə bilər. Bu İranın indi bir mənabeyləri yavaş-yavaş aradan gedir. Özellikle bu petroşimisi olsun, bilmirəm su mənbələri olsun. Yəni İsrail yavaş-yavaş başlayıb bunları vurur. Bu sıxıntılar yaradacaqdır. İçəridən bəlkə etirazlar qalxdı. Tehranı elə bir zahirən boşaldırırlar Tehranı. Ya mən bir gün xəbərlərin birində oxudum ki, deyildi hökumət nizamı eləyin. Çünki Musadın adamları içəridə çox rahatçılıqla gəlirlər, gedirlər və istədiyi yerdə bunların çoxu hava peyma uçaq deyil ki, bunları vurur. Yəni Musadın amilləridir. Yəni içəridən indi hər nə özlərinin bir şeyləri var, onlarla vururlar. Əgər belə davam tapsa, siz İranın gələcəyin necə görürsünüz? Yəni İran bu ağır baskının altından acaba çıxacaq deyə dediniz kimi elə siz pişminiz budur, bir ayda filanda İran elə hər şeyi itirsin, aşıma çəkilsin, ya bilmirəm, hökumət dəyişilsin. Siz gerçekten bunu görürsünüz ya yok, İran bu baskının altından çıxa biləcək. Ya camı zəhri içib indi öz demək olar bu təfiqləri ilə filanla danışsaq ki, biz danışığa keçirik və gəlsinə nə istəyirik veririk. Yəni bunu qəbul edəcək İran sizcə? Araz bəy, siyasətdə və real politikdə sözlərə baxılmaz. Əmələ, işə və meydandakı gerçəklərə baxılır. Yəni sən sözdə hər şey deyə bilərdi ki, normal bizim günlük həyatımız da ozurdu. Usulən görə insanların nə danışdığına, nə dediyinə deyil, nə elədiyinə baxasan ki, düz təşxis verə biləsən. İnsanlar bir çox şey deyə bilərlər. Sözün heç bir əhəmiyyəti, önəmi yoxdur ki. Əsas əməldir ki, sən görəsən feiliyyatda nə iş görür. İndi İran dövləti Xameneyi deyirdi ki, biz nə müzakirə edəcəyik, nə cəng eləyəcəyik. Həm müzakirə elədilər, həm cəng elədilər. Deyirdilər 5 ildə kimi İsrail nabud olacaq. Tehranda saat qoymuşdular xiyabanlara. Onlar boş söhbətlərdilər. Yəni Sipahın fərmandehinin nə dediyinin heç bir önəmi yoxdur. Önəmli olan budur ki, biz baxaq görək bugün İranda haralar vurulur, nə şəkildə vurulur və nə şəkildə bir İsrail əməliyyat, operasyon yürüdür. İsrail'de haralar vurulur. Yok, mənzurum budur. Məcid bəy, doğru deyilsin. O təhdidlər ki, bir-birinə onun bayağı sonra ki, bu savaş uzansın. Və uzansa nə ola biləcək? İran bu baskını... Bayaq da dedim, mənim nəzərim budur ki, İran dövləti artıq o elə Cəngi Xəlici Farsı misal vurdum da, birinci Körfəz savaşını. Yəni bir dənə bir nöqtəyi ətfi döndü. Yəni bir üzü yeni şeye düşdü. İndi bu 1 ay çəkə, 5 ay çəkə, 5 il çəkə mən bilmirəm. Amma İran dövləti bir daha bu məsələni toparlayamaz. Çünki bütün kartlarını itirib. Beqoğlu məruf bütün əlindəki istəmirəm də mövzunu uzadan. Bu artıq İran bir kaosa tərəf gedəcək və bu rejim bir yerdə bu ipin ucunu əlindən itirəcək. Təbiətən biz burada öncəliklə öz millətimizin müqəddəratına və səlamətinə və saadətinə düşünməliyik. Və ondan da öncə acil və vacib olaraq Qarabağ təcrübəsini yaşamış bir millət olaraq və Quzey Suriyə təcrübəsini görmüş bir millət olaraq
bizim millətimiz bütün təbəqələri, bütün layihələri, gəncləri, milli fəalları, milli hərəkətimiz, rejimin bədənəsindəki silahlı qüvvələr, rejimin bədənəsindəki qeyri-silahlı kadrlar, bunlar hamısı o günə hazır olmalıdırlar ki, biz Sulduz Savaşı kimi və ya bu Kütdük-Cilovluq qəzaları kimi və ya Qarabağ qəzaları kimi bir şərait qabağa gələndə, Kərkük şəraiti kimi bir qəzaya qabağa gələndə, Şimali Suriyə şəraiti kimi qəzaya qabağa gələndə eləyə bilək torpağımızı, şəhərimizi, evimizi, namusumuzu qoruya bilək. İndidən toplumumuz, gənclərimiz, insanlarımız bunu düşünməlidirlər və bunu ciddi hazırlanmalıdırlar və təbiətən burada Azərbaycan Milli Hərəkətinə də çox görəv düşür ki, ibtikari əməli olsun və meydani ibtikari əməl göstərə bilsin özündən ki, umud edirəm ki, onu da inşallah millət olaraq başara bilərik. Çox yaşayın, təşəkkür edirəm dəyərli Sahib Cavad cənabları, dirəniş təşkilatının sözçüsü. Zamanı, vaxtı gec də olsa, ancaq indi orada gecdir. Bizim ixtiyarımıza qoyduğunuz sevimli soydaşlar oldular, eşitdilər, umuram ki, onlar da razı oldular. Bilmirəm, əgər son sözünüz, son çağrışınız var ya yoxsa xudahafizləşək. Allah millətimizi qorusun. Allah bu şəraiti, bu savaş, müharibəni millətimizin başına gətirənləri öz bildiyi kimi eləsin. Bizim millətimizin haqqı bu deyildi. İnşallah millətimiz bu çətin şəraitdən səlamət və sağlığına çıxar və səadətə doğru ilərləyir. Bəli, çox yaşayın, sağ olun, təşəkkür edirəm və bütün dostlar ki, bizi dinlədilər. Allah'a tapşırıram, sağ olun. Eşq olsun.